daha demək 52 nəfərin diplomu tanınmadı. Xaricdə təhsil almış 52 nəfərin diplomu tanınmayıb. May ayı üzrə 421 müraciətçinin 369-u barədə müsbət qərar verilib, amma 52 nəfərin diplomları tanınmayıb. Bu barədə də demək açıqlamamız var. Edilmiş kvalifikasiyaların ölkə ərazisində qüvvədə ola bilməsi üçün təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən tanınmanın həyata keçirilməsi qanunvericiliyi ilə təsbit edilmişdir. Bu tanınmanı Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə təsdiq edilmiş qaydalar əsasında həyata keçiririk. May ayı üzrə statistikaya nəzər saldıqda 421 müraciətçinin 369-u barədə müsbət qərar verilərək onlara müvafiq şəhadətnamələr təqdim edilib, 52 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb. Mənfi qərarla yekunlaşan müraciətlərə nümunə olaraq tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olması, dövlət nümunəli olmayan diplom və yaxud saxta diplom, təhsil formasını, eyni zamanda əhəmiyyətli fərq dediyimiz kredit sayı və ixtisaslar arasında uyğunsuzluğu göstərmək mümkündür. Bəli, bəzən olur ki, görürsən bizim Azərbaycanlı Rusiyada təhsil alıb, deyir ki, bəs mənim əlimdə diplom var, amma dindirirsən Azərbaycanda Rusça heç nə bilmir. Yəni Miya Zavod məsəl üçün Rovşandan başqa heç nə deyə bilmir də, yəni bilmir dili. Necə təhsil almısan orada və demək Təhsil Nazirliyi də yoxlayır onu diplomu təsdiqləməzdən əvvəl təbii ki, yoxlanacaq. Təbii ki, nə qədər orada olmusan. Bir gətir görək hələ hansı müddətdə orada olmusan, nə dərslərdən keçmisən, hansıları keçmisən sən. Çox doğru qərardır. Çünki burada hər hansı bir universiteti qazana bilməyənlər gedirlər xaricdə, Dağıstanda falan, Ukraynada əvvəl Dəbidə gedirdilər orada. Biraz vaxt keçirirdilər, arada ildə bir dəfə gedirdilər ya getmirdilər. Sonra da deyirdilər, ya diplomum var mənim.